Hər vaxtınız xeyir olsun, Reala baxırsınız. 5 iyun su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibəti ilə media nümayəndələri olaraq artıq dünəndən etibarən Qarabağ İqtisadi rayonuna ezam olunmuşuq və dünən Ağdərə rayonu ərazisində yerləşən Sərsəng su anbarına baxış keçirildi. Bugün isə Xankəndi şəhərində və daha dəqiq desək, Xankəndi şəhər bir saylı su təmizləyici qurğular kompleksində. Burada hansı işlər görülür? Bizə ətraflı məlumatı Qarabağ Su Meliorasiya Sistemləri İstismar İdarəsinin rəisi Müşfiq Adıgözəlov verəcək. Müşfiq müəllim, xoş gördük sizi. Əvvəlcə istərdim kompleks haqqında məlumat verəsiniz. Burada nələr görülür, su necə təmizlənir? İlk növbədə xoş gəlmişsiniz. Mən də öz adımdan və kollektivimiz adından bütün meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramını təbrik edirəm. Biz hal-hazırda Xankəndi şəhəri 1 nömrəli su təmizləyici qurğular kompleksindəyik və ilkin olaraq mənbədən gələn su bu təmizləyici qurğular kompleksində təmizlənir və abonentlərimizə nəql olunur. Biz gördüyümüz həmin bu su təmizləyici qurğunun ilkin olaraq qarışdırıcı hissəsindəyik. Su bura gəlir. Buradan bizim durulducu hissəmizdə, o hissədə görsənən durulducu hissələrə nəql olunur. Orada suyun üst BF-i, su söydürüldükdən sonra üst BF-i götürülür və həmin bu arxamızda gördüyümüz klasik filtrasiya qurğusuna ötürülür ki, oradan da su təmizləndikdən və çıxış xəttində xlorlama işləri icra edildikdən sonra bizim qarşımızda gördüyümüz 2x2000 kubluq təmiz su anbarlarına su ötürülür. Və Xankəndi şəhərində ümumi olaraq məlumat vermək istəyirəm ki, Xankəndi şəhərində 2 dənə su təmizləyici qurğular kompleksi istismar olunur hal-hazırda və bütün təmir bərpa işləri görülüb və normal şəkildə istismar edilir. Xankəndi şəhərimiz 24 saat su ilə, keyfiyyətli su ilə təmin edilir. Xankəndi şəhərində ümumi olaraq istismarımızda olan 104 kilometr şəbəkə istismar olunur və 10 ədəd su anbarı kompleksi mövcuddur ki, həmin su anbarları 1 nömrəli su təmizləyici qurğular və 2 nömrəli su təmizləyici qurğular kompleksindən xidmət göstərilir. Və şəhər tam olaraq öz axımlı sistemindən idarə olunur. Anbarlar arası nəql edici nasos stansiyalarımız da tam olaraq təmir bərpa edilmişdir. Əlavə olaraq bildirmək istəyirəm ki, Xankəndi şəhərində hal-hazırda 12 ədəd subarteziyan quyusu təmir bərpa olunub, alternativ su mənbəyi kimi saxlanılmaqdadır. Təşəkkür edirəm sizə Müşfiq müəllim. Qeyd elə ki, müsahibim Qarabağ Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Müşfiq Adıgözəlov idi. Biz Real TV olaraq artıq dünəndən etibarən 5 iyun su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibəti ilə Qarabağ İqtisadi rayonuna ezam olunmuşuq. Bugün isə Xankəndəyik və daha dəqiq desək, Xankəndi şəhər bir saylı su qurğuları kompleksində. Bizə ətraflı məlumat verildi. Siz isə realı izləməkdə davam edin.